Bu da Hyundai Elantranın benzin filtrindən çıxan çirk. Daha doğrusu zirzibil, qum. Deyəndə ki, vaxtında benzin filtrləri dəyişdirmək lazımdır, səhlənkar yanaşırsınız. Sonra deyirsiniz, maşın boğulur. Gedirsiniz ailə ilə, uşaqla qalırsınız yolda, benzin nasos atqaz eləyir. Bunun yine benzin setkasına baxın. Benzin nasos gücə düşür, hələ bu yuyulub bir partiya. Benzin nasos gücə düşür, sıradan çıxır, sonra maşınlar qalır yolda. Ona görə də bu zirzibil olmasın deyə qardaşlar, bunu vaxtında dəyişmək lazımdır. Elə deyək də 2 yağ dəyişmə, 3 yağ dəyişmədən bir dəyişin. Elə bahalı bir şey deyil. 35, 40, 50 baxır firmasına. Yəni bu zirzibil hamısı bu bütün gedir farsonkaları tutur. Ümumi qulluq prosesi bunlar hamısı olandan sonra maşın olur ideal vəziyyətdə. Çəkimi də rahat olur, xodlanmağı da rahat olur, sərfiyyatı da azalır. Belə şeylərə diqqət eləmək lazımdır. Zirzibilə baxın. Gör nə vəziyyətdədir.